Hörmətli xanım sədr, hörmətli deputat həmkarlar, media nümayəndələri, təmsil etdiyim seçki dairəsi üzrə Qaradağ rayonunun Mişvəqabad qəsəbəsində yerləşən binaların istilik təsisatı ilə əlaqədar bir məlumatı diqqətinizə çatdırmaq istərdim. Belə ki, bu qəsəbədəki yaşayış binalarını istiliklə təmin edən, qazanxananı qazla təchiz edən Bakı-Şamaxı yolunun kənarında yerləşən 800 metrə yaxın qaz xəttinin yenidən çəkilməsi zərurəti yaranmışdır və bu səbəbdən binaların qızdırılmasında müəyyən problemlər müşahidə edilmişdir. Sözgedən problemlə əlaqədar məlumat əldə ediləndən dərhal sonra tərəfimizdən Azərqaz İstehsalat Birliyinin rəhbərliyi ilə davamlı telefon əlaqəsi yaradılmış və məsələnin həlli istiqamətində lazımi dəstək göstərilməsi xahiş edilmişdir. Həmçinin digər aidiyyəti qurumlarımıza müvafiq məktublar ünvanlanmışdır. Eyni zamanda məsələ ilə əlaqədar təşəbbüsümüzlə 18 dekabr tarixdə həmin binaların 150-yə yaxın sakinləri ilə görüşümüz baş tutmuşdur. Bu məsələnin işıqlandırılması üçün həmçinin İctimai Televiziyanın əməkdaşları da əvvəlki günlərdə qəsəbədə olmuşlar. Təqdirə layiq haldır ki, Azərqaz İstehsalat Birliyi bu məsələdə son dərəcə məsuliyyətli və operativ davranmış, işçi qüvvəsi maksimum səfərbər edilmiş və nəticədə həmin qaz xəttinin çəkilməsi artıq yekunlaşmaq üzrədir. Ümid edirik ki, 1-2 günə Azəristilik Təchizat tərəfindən binaların istiliklə təsisatı təmin ediləcəkdir. Bununla əlaqədar Azərqaz İstehsalat Birliyinin rəhbərliyinə təşəkkürümü bildirirəm. Həmçinin gələcəkdə belə halların baş verməməsi üçün istilik sisteminin qış mövsümünə hazırlığını öncədən yoxlanılması məsələsinin aidiyyəti yerli qurumlarımız tərəfindən davamlı şəkildə diqqətdə saxlanılmasının zərurliyini vurğulamaq istərdim. Diqqətinizə görə təşəkkür edirəm.